Azərbaycan vətəndaşlarını xarici ölkələrdə döyüşməyə aparan nədir? Getdi o Sırskıda 10 gün təlim keçdi, sonra göndərdilər Mariupola. Rusiyanın kölgə donanmasında xidmət edən azərbaycanlılar bu yola necə düşür? Dünənləri gecə saatlarında, gecə saat 00:05-də bizim gəmiyə saldırı oldu. Necə olur ki, insan dinç şəkildə öz dövlətindən haqqını istəməkdən qorxur, amma başqa ölkələrdə hərb meydanında ölüm təhlükəsi ilə üzləşməkdən çəkinmir? Əslində bu suallara cavab axtarıb. Bu həftə Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatla ölkə vətəndaşlarına müraciət edərək muzlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyi barədə xəbərdarlıq eləyib. Yeri gəlmişkən eyni xəbərdarlığı 6 ay öncə Baş Prokurorluqda yaymışdı. Hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqlardan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir. Bəyanatda o da xatırladılmışdı ki, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə bu əməllərə görə 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Bu günlərdə Rusiya və Ukrayna tərəfində döyüşməkdə təqsirləndirilən bir neçə Azərbaycan vətəndaşının məhkəmə prosesi başa çatıb. Onlar ayrı-ayrılıqda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Dünənləri gecə saatlarında, gecə saat 00:05-də bizim gəmiyə saldırı oldu. Bu həftə həm də 5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər çəkmiş gəmilərin 19 nəfərlik heyət üzvü də Azərbaycana gətirilib. Bundan başqa hadisə nəticəsində 4 nəfər də həlak olmuşdu. 10 il əvvəl isə Azərbaycan vətəndaşlarının dünyada terrorçu qruplaşma kimi tanınan IŞİD-in tərkibində vuruşduqları barədə aktiv məlumatlar yayılmaqdaydı. Bu illər ərzində Azərbaycan mediasında ölkə vətəndaşlarını bu savaşlara sürükləyən səbəblər araşdırılaraq müxtəlif fikirlər irəli sürülürdü. Məsələn, savadsızlıq, işsizlik, iqtisadi gərginlik əsas səbəblər kimi göstərilirdi. Azadlıq Radiosunun suallarını cevaplayan siyasi təhlilçi Nahid Cəfərov Azərbaycanlıların bu davranışlarını ölkədəki siyasi və iqtisadi mühitdən izah eləyir. Məsələn, Rusiyaya qazanc dalınca gedən azərbaycanlılar orada ya Rusiya dövləti tərəfindən aldadılaraq, ya da həbs edildikdən sonra məcbur edilərək müharibəyə göndərilirlər. Amma IŞİD məsələsi tamamilə fərqlidir. Bunun da kökü gəlib siyasətə çıxsa da, amma burada birbaşa əlaqəni görmək biraz çətindir. Yəni bunun üçün müəyyən qədər düşünmək lazımdır əlaqəni görmək üçün. Çünki bu birbaşa inanca gəlib çıxır. Yəni IŞİD-ə qoşulmaq birbaşa inanc tələb eləyir, inanca gəlib çıxır. Bunun da kökündə dediyim kimi, yəni siyasi ədəbiyyata biz nəzər salsaq görərək ki, bunun da kökündə məhz iqtisadi problemlər dayanır. Ki insanlar sanki üzləşdiyi haqsızlıqdan, iqtisadi çətinlikdən mənən olaraq, psixoloji olaraq qaçmaq üçün dinə daha çox meylli olurlar ya da narkotikə daha çox meylli olurlar. Ona görə də yəni biz nə qədər desək ki, bunların bir səbəbi yoxdur, istənilən bir məsələlərdə səbəb gəlib birbaşa siyasi və iqtisadi proseslərə çıxır. Vaxtaşırı bu mövzuya toxunan hakimiyyət mediası da rəsmilərin məsələyə münasibətini ötürür və görünən budur ki, dövlət təmsilçiləri də Azərbaycanlıların müharibələrdə iştirak qərarını iqtisadi səbəblərlə izah eləyirlər. Lakin önəmli sual budur ki, ölkədəki iqtisadi problemlərin, daha dəqiq desək, işsizlik və artan inflyasiyanın fonunda hökumətin qarşısında problemlərini qaldırmayan və dinc etirazdan çəkinən vətəndaş necə olur ki, savaş meydanında vuruşmaqdan, ölüm təhlükəsi ilə üzləşməkdən çəkinmir? Bir müddət öncə bu mövzuda sosial şəbəkə hesabında geniş paylaşım edən politoloq Şahin Cəfərli yazır ki, çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımından alçaqlığına az diqqət yetirirlər. Əksinə işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Başqa bir tərəfdən telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazım səviyyədə çatdırmır. Cəbhə xəttində əskərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000-1500 əskər itirdiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzlu qismində o müharibədə iştirak həvəsi yəqin ki azalar.
Ukrayna cəbhəsinə döyüşməyə gedən Rusiya vətəndaşlarının davranışlarını elmi cəhətdən analiz edən bioloq və elmi jurnalist İrina Yakutenko yazır ki, əgər bir insan böyük itkilər hesabına müharibə yox, plan üzrə hərbi əməliyyat aparılmasına inanırsa, onun üçün döyüşdə yaralanma və ölüm risklərini qiymətləndirmə dərəcəsi də azalır. Ekspert elmi tədqiqatlara söykənərək izah eləyir ki, insanlar adətən özləri barədə optimist olaraq bədbəxt hadisələrin onlardan yan keçəcəyinə meyillidirlər. Müəyyən bir sahədə bilik və təcrübə olmadığı təqdirdə insan o işdə nə qədər zəif olduğunun fərqinə belə varmır. Nəticədə heç vaxt cəbhədə olmayan insanlar döyüşdə sağ qalmağa nə qədər az hazır olduqlarını real olaraq qiymətləndirə bilmirlər və başqaları ilə müqayisədə bir çox gündəlik işlərin öhdəsindən daha yaxşı gəldiklərinə inam onlarda cəbhə xəttində sağ qalacaqlarına inam yaradır. Bu da öz növbəsində müharibəyə getmək qorxusunu azaldır. Ekspert əlavə eləyir ki, repressiyaların kütləvi olduğu avtoritar rejimlərdə insanlar həbsxana və oradakı qəddarlıqlarla polisin işgəncə metodları ilə daha yaxşı tanışdılar və bu barədə ətrafdakıların sayəsində real informasiyaya və təsəvvürə malikdilər. Vətəndaşın dinc şəraitdə etirazdan imtina eləyərək müharibə meydanında döyüşmək kimi riskli addımlarını şərtləndirən amillər haqqında sosioloqlar və ayrı-ayrı sahələr üzrə tədqiqatçılar müxtəlif araşdırmalar aparıblar və ümumən belə bir nəticəyə gəliblər ki, avtoritar ölkələrdə hüquqları uğrunda mübarizə aparmayan insanlar o zaman etiraza qalxırlar ki, dövlət insanın şəxsi həyatına birbaşa müdaxilə etməyə başlayır.